Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bu günləri binanın mərkəzində düz Fərid Şadlıq evinin yaxınlığında bax korpus evləri var, bina evləri bax düz giriş hissəsində. Sizlərə Gəbr Ayşin xanım 12 sotun içində də ev olan bir dənə mükəmməl belə deyək də 12 sot torpağın içində həyat evimizin çəkilişinə gəlmişik. Bura 10 sot Röşən bəy. 10 sot, 10 Bəli. sotun içində. Bura Kupça, sənət də kupçadır. paket kupça da əldən çıxılası bir şey deyil. Sayğaclar da hazır vəziyyətdə. Hər şey hazırdır. Dövlətin şirin suyu, şollar suyuna qədər hər bir şey var. Bir sözlə paket kupça. Gəlin bura. Gəlin. Maşallah, gəlin zəhmət olmasa. Asfalt yol qırağı, Fərid Şadlıq evi də o da. Baba, bina evini görsət bir dənə. Bina evini görsət. Düz orada. Gəl bura. Sayğacı zaten hər bir şəraiti qapısında. Deyərsən budur torpaq, xeyr, torpağın davamı var. Bu evdir. Bax, bura evdir. Daha ev tikiblər da. Röşən bəy, evin ümumi məbləği bir də əlaqə nömrələrini zəhmət olmasa. Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40. Və dəyərli izləyicilərimiz, Röşən bəyin əlaqə nömrəsi 051 558 08 Qiyməti 28. deyəcəm, şoka düşməyin. And olsun Allahımıza deyirəm sizə. 400 minlik ərazidir bu ərazi. 250 minə Allah xeyir versin. Gəl apar. 400 minlik yer daha bu yer. 400 minlik yerdir. Padobyekt yerdir. Da yolun qırağıdır da, asfaltın böyrü. Padobyekt. Bu dəqiqənin özündə valla sırf obyekt üçün Ay olan can, var. deyə səsin gəlsin. Obyekt üçün. O balaca evin də ayrıca işığı, qazı, suyu, onların da şoçukları hamısı ayrı. Hansı gün, şoçuklar hansı? ayrıdır? Hər iki ayrı. Bu balaca evdə bura. Bəli. Abi buranı mən heç bilmirəm. Aç görsən. Gelin ona da Qabağı bax hələ. Qabağı da var. hələ Padobyekt buranın. yerdir, getdik. Gəl bura, dostlar, buranı heç mən bilmirdim, gəl bura. Röşən bəy, həqiqətən də qiymət. Bax. Bilirsən nədir? Lotereyadır. Baba, düz yolun üstü ha, düz Lotereyadır, lotereya. Aç şörək. Aç şörək bir dənə buranı. Aha, Ya Allah. bax. Burada buna aiddir ha, burada. Hətta bunun da sayğacları ayrıcadır. Addeldir, hamısı addeldir. Tam addeldir. Bircə dəqiqə, alo. Uşağı götürüm gəlirəm baba. Yaxşı gözləyir, yaxşı. Bizdə nə var hamısı olduğu kimidir. Dəyərli Tamam, izləyicilərimiz, gəl. bu fürsəti qaçırmayın. Həqiqətən də yol kənarında 10 sot kupçalı, ayrıca balaca Röşən bəy, bura rahat obyekt idi. Ha, bura rahat. 10 sot oldu da bacı bura, düzdür. 10 sotdur da bura. Hamısı bir yerdə. Gəl bura. Qad obyekt də yolun üstüdür, gəl bura. Vallahi billahi buranı aç obyekt elə. Röşən bəy, bu dəqiqənin özündə tək o obyekti götürsələr, açıq danışım sizlə, 65-60 mindən aşağı olmayacaq. Çox deyə mən minimal qiymətini deyirəm, minimal. Minimal deyirəm, tək o obyekti. 400 minlik yerdir. Bəli. Buranı and olsun 250 minə verir. Bundan o tarafa da əl yandım nəyə deyirlər ki? Bundan o yana əl yandım olmur ki. Gəl bura. Ev sahibi çıxıb gedir, burada yaşamır. Yəni çıxıb gedəcək. Ona görə satır. Ha, bax onu da deyirəm əvvəlcədən biləsiniz. Gəl Hələ bura, evimizin gəl bura. içini də göstərəcək ətraflı Evin içini sən şəkildə. göstərərsən, Geniş Ayşin xanım. təqdimat məndədir. 250 minə valla bu dəqiqənin özündə gedirlər cəmaat navazlı şeydən o günləri müştərinə deyir, bina evində 9 mərtəbəli binadan deyir, yox 7 mərtəbəli binada 3 otaqlı evimi satıram deyir 250 minə, bina evinə. Gəl bura 250 minə bax hələ, həyətə baxıya bax, soyuğa cücüyə bax. Bəh. Bura hündüşkanı bıraq, otdası ne? Röşən bəy, rahat bir şəkildə, Bəh ki, bu rahat olar. bir şəkildə 2 dənə böyük ev yenə də burada tikmək olar. Burada nə 2 dənə, burada vallahi nəhəng belə evi tikərsən, ikisini də tikərsən. Amma məncə heç həyətə korlamağa ehtiyac yoxdur. Qəşəng Məncə də bağ-bağça yoxdur, eləmək olar. Məncə də yoxdur, Ayşin xanım. Bəli. Belə bir evin misli, bu belə bir yerin misli bərabəri yoxdur. Binədə bax təkrar edirəm. Fərid Şadlıq evinin düz yaxınlığı, yolun qırağı, padobyekt qabağında da yeri var, arxasında da torpağı var. Bax da, bax görsət, belə görsət, Ayşin xanım, bir dənə belə görsət. Qoy görsünlər. Bax. Bax, fırlat. Kameranı fırlat, hər tərəfi görsünlər. Bax. Bəh. Ləzzət eləyir adama bağ, bağça. Bundan o tərəfə 250 minə nə verirlər ki, gəlin bura.
Rövşən bəy, sizə açıq bilsiz nə deyim? Buranı alan adam elə bir dənə lotereyanı utdu. Buranı alan adam bugünkü günü qiyməti 400 mindir, 250 minə verir. Düzdür? Buranı alan adam 2 ildən sonra buranı rahat 600 minə verəcək, yarım milyona verəcək. Yəni bunu da deyirəm bilsin. Gəlin bura xanım. Evdəki kişi tikib ha. Mən sizə bir söz deyim. Sağlam oturulmuş evdir, bəli. Sağlam oturulmuş evdir. Kim istəyər buranı? Kosmetik təmirə ehtiyacı var gözü. Gəl bura Ayşə xanım. Bəli. Buranı sökə, bir villanın materialından çox burada material var. Gəlin bura. Taxta var, bir dənə bax, evin üst ban taxtası. Camaat evin içinə bundan vurmur hala. Bura balkondur, bax. Balkonda istəsən otaqlar ayır. Əməlli otaqlar ayır burada. Necə lazımdır, belə superdə otaqlar çıxır. Yəni evdəki köhnə evdə, yəni birinin bax, taxta pəncərələrdir da. İndi hamı plastik qoyur, amma sağlamlıq, keyfiyyət bundaydı. Gəlin burası. Rövşən bəy, siz sanitar qovşağını da göstərək, evin içinə elə girək. Evsizlikdir. Mənim gözlərim üstə. Gəlin burası xanım, sanitar qovşağına baxayım. Bax. Bax, bura sanitar qovşaqlar. Yəni necə lazımdır, böyük, iri də sanitar Çox da genişdir Rövşən bəy, sanki bir dənə otaqdır. Bütün nütqası ayrı. Hələ şirin su ilə işləyir ha. Sanki bir dənə bundan otaqdır. o tərəfə yoxdur, vallahi billahi. Bax, bina evinə bax, Ayşə xanım, bir dənə göstər o bina evinə. Və onun da qabağı Fərid Çarlıq sarayı, dayan, hamı bilir. Bəli. Binanın düz sentri, Bəli. düz mərkəzi. Buradan çıxdım bazar, 2 dəqiqə piyada. Rövşən bəy, Astonovka qapının ağzıdır. Padabyek bu torpağın içində bu ev həqiqətən də buranı alan adam utdur, yəni rəsmən utdur. Neynədir? Utdu Utdu. yəni. Mən də deyirəm Evin utdu. içini təqdim Buyurun Ayşın xanım, zəhmət olmasa. Ayaqqabılarını çıxardım birinci. Çıxardın, zəhmət olmasa ayaqqabını çıxardaq, mən də ona kimi qoy göstərim bu binanı zadı hamısını qoy görsünlər. Şu, başlayaq. Bu da Allahın adı. Buyurun gəlin. Ya Allahın adı. Gözəl izləyicilərimiz, sizə ev deyirik, həqiqətən də bax ki, qonağı qarası, gələni gedəni çox olanlar. Bax, bura tam siz deyildi. Həyət baca geniş, ev eşik geniş və bunu da deyim ki, bəzi insanlar istəyə bilərlər, yəni buranın istədiyim dizaynı verim, istədiyiniz dizaynı verin. Amma sizin yerinizə olsa mən altdakı evə dəymərəm, çünki bu ev tam oturulmuş evdir. Tam. Sağlam evdir. Gün içində 14 dənə, 15 dənə biz gedib evlər çəkirik. Onların içlərində şəxsi evi də ayırt edirik, makler evini də ayırt edirik. Bəzi maklerlər var, dostlarımız, qardaşlarımızdır. Sadəcə onların evlərini çəkirik. Çünki bilirik ki, özünə tikilmiş kimi sağlam ev tikir. Keşke yataq otaqlarının təqdimatından buyurun. Dəyərli xanımlar, gözəl xanımlar, bizim Azərbaycanımızın dəyərli xanımları, biz dəbdəbəni sevirik. Biz ümumiyyətlə dəbdəbə xəstəsiyik. Niyə görə deyirəm bunu? İstədiyiniz ölçüdə yataq dəstərini rahat bir şəkildə yerləşdirə biləcəyiniz, tavan hündürlüyü hündür olan və geniş Belə deyək də, evə kosmetik, bax bu evə kosmetik remont lazımdır. Remontsuzdur, demirik remontdur, evdir bu ev. Amma belə bir söz deyim də, mən əsasən sırf bugünkü günü gəlsinlər bu bina mərkəzdə, bu yerdə torpağın sotunu maraqlansınlar. Ondan sonra zəng eləsinlər, desinlər ki, qardaş oranı gəri almağa. Yol kənarında torpağın sotu 35 mindən başlayır. İndi 35 mindən başlayır elə. İndi sotu 10 sotun vuranda nə qədər edir? 350 min pul eləyir. Bəli, dəyərindən aşağı. Və mən nə deyirəm? Bura belə deyək də, elə bil ki, evi nəzərə almırlar. Torpaq qiymətinə satılır bura. Allaha and olsun deyirəm sizə. Buyurun gəlin. Buyurun, gəlin Rövşən bəy. Dəyərli izləyicilərimiz. Bura lap böyükdür. Burada bizim bəh. Maşallah olsun Rövşən bəy. Evi ucu bucağı yoxdur. Ayo, böyükdür, maşallah çox böyükdür. Köhnə tikilən evdir. Daha mən demirəm ki, təzə evdə. Dəyərli izləyicilərimiz, buranı kim alırsa kosmetik təmiri şərtdir. Amma sizi inandırım ki, otaq ölçüləri o qədər genişdir ki, rahat bir şəkildə istədiyiniz əşyalarınızı, istədiyiniz dəstəbəli, geniş yataq dəstərini, geniş oturma otaqlarını Bu mebeldən bizdə də var idi. yerləşdirə bilərsiniz. Bəli, bizim köhnə mebellərdən və xalamda da hal-hazırda durur.
Evimiz padobyek yerdir. Çox gözəl yerdə yerləşir. Yenə də deyirik, yəni evi nəzərə almayın. Sanki torpaq qiymətinə satılır. Çünki bu ərazidə minimal torpaq qiyməti 35.000 manatdır. Keçdik mətbəximizə. Buyurun gəlin. Dəyərli xanımlarımız, mətbəximiz çox qəşəng, səliqəlidir. Yenə də deyirəm, tavan hündürdür. Evimizin içi genişdir. Səliqəli mətbəx mebelimize qədər var. İstədiyiniz əşyalarınızı Yerdə istipoldur bura. Və ev sahibimiz xanım deyir ki, yerdə istipoldur. Dəyərli izləyicilərimiz, Rövşən bəy əlaqə nömrələrini təkrarlayıram. 051 558 08 28. Və eləcə də Aysun xanımın əlaqə nömrələri 055 570 96 40. Kanalımızı mütləq bəyənin. Abunə olaraq zil düyməsini toxunaraq bildikləri açmağı da unutmayın. Və bu Dəyərli dostlar. gördüyünüz sözsüz balla kəsəm elanımız VIP-ə daxil olunur, yerləşir. Real müştərilərimiz beli cibinizə qoyun. Bax VIP elandır. And ola Allaha deyirəm VIP elandır dostlar. Gəlin, behlə gəl. Denən ki, qardaş, mən bu evə məsələn belə deyim də, biraz oyan bu yan, cüzi oyan bu yan olacaq yəni. Bax onu da deyirəm, burdadır, ev sahibi də bizi eşidir. Cüzi oyan bu yan eləyəcəyik. Real olsun, inşallah Allah xeyrin versin. Amma sizə deyim ki, yenə də bu evin 400.000 qiyməti var, 250.000-ə reallaşır ev sahibi. Gələrsən cüzi də endirim eləyərik. Allah xeyir versin inşallah. Amin Allah.